Ramazan ayının hilalı görsəndi, ayı görsəndi. Hədis buyurur, Allah bütün oruç tutanları, bütün Allaha tərəf gəlmək istəyənlərin hamısını əfv edir, bağışlayır. Allah Qədir gecəsində bağışlamır insanı. Ramazan ayı daxil olduğu İmam hədisində buyurur, Allah artıq ona tərəf gəlmək istəyənlərin hamısını bağışlayır, əfv edir. Allah Qədir gecəsini saxlamır. Allah Ramazan ayı daxil olan kimi bağışlayır. Bağışlayır, ilk gündə bağışlayır. Ziyafətullah da Allah ziyafət, Allah qonaqlığındasan. Allah qonaqlığına gələnlərin hamısını ilk paklamaq işi, ilk təmizləyir. Ramazan ayının ilk günü bağışlanırsan, ondan sonrası ancaq məqamının yuxarı qalxmağıdır. Nə qədər qalxa bilərsən qalxdı. Günah qoymayacaqdı qalxasan. Allah deyir, ilk günündə mən səni bağışladım ki, bundan sonra nə qədər qalxa bilərsənsə qalx.